Kupçalıq, kupçası hazır əldə olan dövlət ipotekasına tam yararlı 64 kvadrat metrdən ibarət 2 otağa düzəlmə çox gözəl, səliqəli mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Görürsüz, bu şəkildə qonaq otağımız var. Bina Xırdalan şəhərinin tam mərkəzində yerləşir, Abşeron İcra Hakimiyyətinin yaxınlığında. Bir nömrəli məktəblə məsafəsi çox yaxındır. Yəni çox gözəl binadır, baxımlı binadır, geniş həyət hissəsi var. Uşaqların rahatlıqla əyləncəsi üçün. Binanın yeraltı avtodayanacağı var. Bir sözlə bütün şərait yaşayış üçün tam ideal şəkildədir bu ərazidə. Xırdalan şəhərinin tam mərkəz hissəsi. Qonaq otağından eyvana çıxışımız var, həm də yataq otağından çıxış var. Digər hissədə də sizə göstərəcəm. Binada tam yaşayış var. Bütün kommunallar fasiləsiz olaraq verilir. 2 ədəd sürətli lift var. Bina 13 mərtəbədən ibarətdir. Mənzil yerləşir 9-cu mərtəbədə. Demək olar ki, 80-90% əşyalar hər biri qalacaq mənzildə. İndi isə keçək mənzilimizin digər hissələri ilə daha yaxından tanış olaq. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı, dəhlizimizdir. Sağda mətbəx nəzərdə tutulub. Mənzilin istilik sistemi kombi sistemidir, kombi radiator quraşdırılıb. Mənzilə məxsus blokda əlavə şkaf var, onu da qeyd edim. Yəni bina evi üçün çox önəmli bir məsələdir. Bu hissədə hamam otağıdır və bütün aksesuarlarla təchiz olunub. Bu hissədə isə yataq otağımız yerləşir. 64 kvadrat metrdən ibarət, kupçalı, kupça hazır əldə. Dövlət ipotekasına tam yararlı. Gözəl bir mənzil təqdim edirəm sizlər üçün. 050 521 41 88 mənim əlaqə nömrəmdir. Buyurub əlaqə saxlaya bilərsiniz. Bu və ya digər mənzillərimiz barədə sizə ətraflı məlumat verəcəm. Bu hissədən də eyvana çıxışımız var. Bir daha qeyd edim sizlər üçün, mənzilimiz Xırdalan şəhərinin tam mərkəzində, orta blok 9-cu mərtəbə, bina 13 mərtəbədən ibarətdir. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verirsiniz. Biz sizə onların qısa zaman ərzində real bazar qiymətinə satılmasına köməklik göstəririk. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.